Bismillahirrahmanirrahim. Yine şuride könlüm aşığı bir gülzar olmuş. Edip meşke cunun divaneler tek dağdar olmuş. Bütün izleyicilere salam deyip sağlamlıq arzulayıram. Türk Müslümanların milli hikmətinin 5-ci hissəsini sizlərlə paylaşıram. Xorasanlı Yusif qutadığı bilici yaratmaqla gələcək nəsillərə yol açmışdır. Siyasətin modern baxışlarını aydınlatmışdır. Bu əsərdə elmi baxışlarla bərabər dini görüşlər də yer alır. Şübhəsiz qutadığı bilic dünya əsərlərinin arasında görkəmli bir yer tutur. Bəşəriyyət dünyasına dəyərli bir hədiyyə, önemli bir töhfə sayılır. Böyük həkim şərq dünyasının bilginləri arasında yer tutur. Onu Lao Tse, Konfüsyus ilə tutuşturmaq olar. O fəlsəfə və din və hikmətlə bərabər Hind, Çin, Yunan alimlərinin düşüncələri ilə tanış idi. Yeri gəldikcə onların sözlərindən yararlanırdı. İslam ilə dərindən tanış idi. Məyər Peyğəmbərimiz buyurmamışdı, Əl-hikmətu zallətul mümin, hikmət müminin içkinidir. Quranda, Nəhcül Bəlağədə, Mevlana'nın məsnəvisində olan ortaq qavramlar, hikmətlər qutadığı bilikdə parlaq ulduz kimi işıllayırlar. Bir dəfə də demişdik, ən yaxın kitab Qur'ana Nəhcül Bəlağədir. Qətiyyən klasik şuubiyə bu kitaba əl aparanmayıbdır. Nəhcül Bəlağə özü ziddi şuubiyyədir. Şuubiyyə ilə qarşı-qarşıyadır. Bu bir tərsə düşüncədir. Düşünək Nəhcül Bəlağə şuubiyyənin kitabıdır. Yox, şuubiyyə 2-ci xəlifəni necə öldürdü, 4-cü xəlifəni də ona oxşar öldürdü. Amac bir idi. Klasik şuubiyyə Qur'anı ört basdır eləmək üçün onun təhrifinə inanaraq Nəhcül Bəlağəni də tarix boyu ört basdır eləmişdir. Mevlana'nın məsnəvisi kimi. Oxumağını küfr bilirdilər. Əmburla götürürdülər. Təhcə yaxın zamanlarda 150 ilin içində İslam aləmində bir böyük sünni alim Muhammed Əbduh adında, atası türk, anası ərəb, Misirdə Əl-Əzhər danışqahında Nəhcül Bəlağəni ciddi halda tanıtdırır. Cavanlara Nəhcül Bəlağə dərsi verirdi. O deyirdi, ərəblər bütünlüklə inanırlar Qur'andan sonra təhcə Nəhcül Bəlağə Həzrət Əlinin sözləri ən anlamlı, qavramlı, bütövlü, qilavlı, onaqlı, yəni şərif, mükəmməl sözdür. Muhammed Əbduh böyük öyrətmənləri, uzmanları becərtdi, törətdi. Taha Hüseyn, Səəd Zoğlul, Əhməd Əmin, Mustafa Əbdurraziq, Rəşid Rıza hamısı onun öyrəncisi, məhəssilləri olmuşdur. Təhcə Rəşid Rıza onun inhiraflı şagirdi olaraq onun düşüncəsini tərsələşdirib Sələfi Vəhabi məktəbinin qurucularından oldu. Eyni halda Muhammed Əbduh Sələfi Vəhabi düşüncələrini ziddi Qur'an bilirdi. Misrin xədivi 1899 ildə Muhammed Əbduha müftü ləqəbi verir. O da o ləqəbi ölənə qədər daşıyır. O deyirdi, müsəlmanlar əqlə dayanaraq şəxsiyyətlərin təqdisindən əl götürməlidirlər. İslamda şəxsiyyəti təqdis eləmək yasaqdır. Deyirdi, Qur'andan sonra İslam aləmində heç bir kitab müqəddəs deyil. Millətlər üzgürlük əsasında istədiyi hökuməti qura bilərlər. Belə oldu, Muhammed Əbduhu istəməyənlər kafir dedilər, istəyənlər də ona imam, həkim, rəhbər dedilər. Əlbət, o təfkir törəməsini, quramasını cahili bir düşüncə bilirdi. İnsanların əqidələrini yargılamağı təhcə Allahın vəzifəsi bilirdi. İslam əqidələrə sültə tapbağı bir kiçik haqq kimi kimsəyə vermirdi. Belə düşüncəni daşıyaraq Nəhcül Bəlağəni İslam aləminə Muhammed Əbduh tanıtdırdı. Nəhcül Bəlağə kitabı ərəb dilində yaxşı danışıqlara, güclü xitabələrə malik olmağa bir aydın yol idi. Güclü xətiblər tarix boyu onu hifzləmişdilər.
Bu kitabın 3 bölümü vardır. Biri xutbələr 241 xutbə, ikincisi namələr 79 namə, üçüncüsü hikmətlər 480 hikmət. Nəhcül Bəlağənin hikmətləri Qutadğı Bilikin hikmətləri ilə cahdan ortaq qavramları avsınlayıb ovluyurlar. Birinci hikməti Həzrət Əli belə başlayır. Kun fil fitnəti ki ibnil ləbun. Fitnə vaxtlarında 2 illik dəvə kimin ol. La zəhrun fəyurkəb. Nə beli var miniş versin və la zərun fəyuhləb. Nə döşü var sağılsın. Yəni fitnə zamanında huşlu başlı ol, aldanma, ağıllı ol. Ata-babalarımız demişkən, ağlını eşşəyə tapşıran arpa zəmisindən baş çıxardar. Hikmət türkünən ərəbin düşüncəsində ağır yer alır. Tühlər monoteist idilər. İslamdan qabaq tək tanrıya tapınırdılar. Onlar İslamda belə tanrını görərkən ona inandılar. Qutadğı Bilik tanrıya bağlı belə deyir. Gözdən uzaq olsa da könüllərdən uzaq deyilsən. Ey içtaş bilikli, ey həqqül yəqin, gözümdən iraq, san könülə yakın. Ey batini zahirin uca, ey həqqül yəqin, gözdən iraq olsa da könülə yaxınsan yəqin. Parlaq gün, ay kimi varlığın bəllidir. Ancaq sənin necəligini qavramaq üçün könül, ağıl acizdir. Sənin birlicin əşya ilə ölçülməzdir. Əşyayı sən yaratmısan, onlar sənindir. Bütün xəlqi sən yaratmısan, sən. Varlıq fanidir, sənsən, əbədiysən. Yaradana yaranmışlar şahiddir. Necəlici məxluqda idrak əqli yoxdur. Nə yeriyər, nə yatar. Hər zaman oyaqdır. Bənzəməz, müqayisə olunmaz, təsəvvür edilməz. Nə arxada, nə öndə, nə solda, nə sağdadır. Nə atda, nə üstdə, nə də ortadadır. Yüksək ərşdən altıdakı torpağa qədər hər şey ey Tanrım sənə muhtaçdır. Ey vəhdətə inanan, onu dilinlə öy, yəni sitayiş elə. Könlünün inamı varsa, əqli işə qarışdırma. Əqlivi bu işə qarışdırma. Qutadğı Bilikin tanrıya baxışı ilə biz tanış olduq. Belə düşüncəni tanrışünaslıqda, Quranda da görmək olar. Quran deyirdi, Huvəllahul xaliqul bari'ul musavvir. Allah yaradan, təsvirə salandır. Ya ayrı yerdə deyir, Qul Allahu xaliqu kulli şeyin. Mənim peyğəmbərim de, Allah hər şeyi yaradandır. Fatir surəsində. Ya Huvel evvelu vel axiru vel zahiru vel batin. O evvelu, axiru, zahiru, batindir. Ve huve be kulli şeyin alim. Alimdir. Ve lem yekun lehu kufuven ehad. Tehdir. Tayı yoktur. Leyse kemeslihi şey. Kimse ona oxşar değil. Şura surəsində. La tudrikuhul əbsar və huve yudrikul əbsar. Gözlər onu dərk eləməz, o gözləri idrak elər. Quran da Allaha belə baxır. Gəlin Nəhcül Bəlağənin tanrışülaslığı ilə qıssaca tanış olaq. Elhamdülillahillezî la yəbluğu medhətəhul qailun. Sitayiş o tanrıya məxsusdur. Sitayiş edənlər onun mədhinə acizdir. Və la yuhsi nəəməhul addun. Hesab gedənlər onun neyməti ilə hesabını gedə bilməzlər. Və la yuəddi haqqəhul müctəhidun. Çalışanlar onun neymətlər haqqını yerinə gətirə bilməzlər. Əlləzi yudrikuhu bu'dul himəm. O bir tanrıdır, uca fikirli kimsələr onun həqiqət zatını dərk eləməkdən acizdirlər. La yenaluhu gavsul fitən. Bilim dənizinin üzvləri də onu tanımaqda əlləri qıssadır. Əlləzi li sifətihi həddun məhdud. Bir kəsdir, onun necəliyinə ya sifətinə sınır yoxdur. Və la nəətun mövcud. Onun sifətini, kəmalını tərifləmək olmaz. La vəqtun mədud. Zatı üçün bəlli zamanı yoxdur. La əcəlun məmdud. Ona son zaman məlum etmək olmaz. Fətərəl xəlaiqə bi qudrəti. O yaranmışları öz gücü ilə yaratdı. Bu da Həzrət Əlinin tanrı şünaslığı ilə. İndi isə Mövlanaya baxaq. Görək Mövlana nə deyir? Bu ortaq qavramlığı
qavramları tanrışünaslıqda eşiyə çəkəcəyik. Mevlana deyir, çiz tevhid xuda amuxtən xiştən ra piş vahid suxtən. Necə öyrənmək olar haq birliyin, haq önündə çək oda mənliyin. Xanə ba bənna بود معقولتر ya ki bi bənna بگو ای بی هنر. Tikilər hər bir bənna ilən heç olar bənnasız olsun üz verən. Xət ba xatib بود معقولتر ya ki bi katib بیندیش ای پسر. Hər yazı söylər ki vardır bir yazar, pəs yazarsız yazını kim axtarar. هرچه اندیشی پذیرای فناست آنکه در اندیشه ناید آن خداست. Fikrin hər bir nəyə ki boy verir öləcək, ölçülməyən haq ölməyir. Hakim است و یفعل الله ما یشا کوز eyni dərd əngizəd dəva. یفعل الله ما یشا sözdür onun, değişer eyler deva derdin donun. Lem yelid lem yulad او را لایق است والد و مولود را او خالق است. Qeyriden paylanmayan haktır oyan, paylanıp ondan doğulmuş hem doğan. Herçe cism آمد ولادت وصف اوست هرچه مولود است او زین سوی جوست. Cismidir doğmuş olan sağdır ya sol, doğulandır dünyalıq ey qıssa gol. ما ادمهاییم و هستیهای ما تو وجود مطلقی فانی نما. Var ikən yoxlar bizik varlıq nədir? Ey yoxa bənzər gözəl var səndədir. Belə anılır Tanrıya aid olan sifətlər, tanrıçılıq ilə qaynaqlanan bilimlər. Farabinin, Yusuf Xurasaninin, Həzrəti Muhammedin, Həzrəti Əlinin, Türk Mevlana Cəlaluddinin tanrıları hamısı birdilər. Hamısı bir sifətləri daşıyırlar. Xaliqdirlər, malikdirlər, əhədddirlər, vahiddir, əzəli, əbədidir, fəal və mayeşadır, sınırsızdır, müdəbbirdir, müdürdür, rəhmilidir, bağışlayandır. Belə Tanrı, bu sifətlər Türk müsəlmanının milli fəlsəfəsində, milli hikmətində tapılır, tapınır. Şubiyənin tanrısıyla dərindən fərqlidir. Şubiyyə düşüncəsində Tanrı bir dustaqçı, həman zindançı, ibadət eləyən də hamısı zindanda qalan, yasaçı, Tanrı yasaçı, yəni pasiban, mərhəmətsiz, məhəbbətsiz bir atadır. Adamlardan təhcə qupquru, ruhsuz, mənasız ibadət istər. Sizlərlə belə Tanrıya necə sevgi, sayğı göstərmək olar? Sağ olun, gələn görüşə qədər.